Sizlərlə 8-ci sinif fizikanın 1-ci hissəsindəyik və gəlin Newtonun 1-ci qanunu dərsliyinə, yəni 1.3-cü dərsə baxaq. Ətalət. Avtomobilin yük yerindəki qutu yük yerinə bağlanmazsa, avtomobil hərəkətə başladıqda yerə düşər. Ayağı maneəyə ilişən piyada irəliyə tərəf yıxılır. Avtobus sola döndükdə sərnişinlər sağa, sağa döndükdə isə sola əyilirlər. Hər üç hadisənin oxşar cəhəti var. Bu halların hər birində cisimlər əvvəlki vəziyyətində qalmağa çalışır. Belə olur. Bu halların hər birində, məsələn, misal götürək avtobusları. Avtobusda sərnişinlər dediyimiz kimi sola döndükdə sağa dönürlər. Nəyə görə? Çünki avtobus sol istiqamətdə hərəkət etdikdə, yəni sola əyildikdə, bu zaman sərnişinlər düz qalmağa çalışır, əvvəlki vəziyyətində qalmağa çalışır. Buna görə də sağ tərəfə əyilirlər. Sağa əyildikdə eyni zamanda sol tərəfə əyilirlər. Avtomobil hərəkət edir, yük əvvəlki yerində qalır və artıq dəstəksiz olduğu üçün yerə düşür. Piyada əvvəlki istiqamətdə hərəkətini davam etdirərək irəliyə yıxılır. Avtobus sola döndükdə sərnişinlər əvvəlki istiqamətdə hərəkət etməyə çalışır və sağa əyilirlər. Cisimə başqa cisimlər təsir etmədikdə cisim sükunətdə qalır, yaxud düzxətli bərabər sürətlə hərəkət edir. Bu hadisə ətalət adlanır. Yuxarıdakı misalların hər birində cisimlərin ətaləti müşahidə olunur. A. Sükunətdə olan yükü hərəkətə gətirmək istədikdə. B. Düzxətli bərabər sürətlə hərəkət edən piyada sürətini dəyişdikdə. C. Düzxətli bərabər sürətlə hərəkət edən avtobus hərəkət istiqamətini dəyişdikdə. Uşaqlar, bir də oxuyaq ətalət adlanır. Yəni hansı hadisə ətalət adlanır? Cisimə başqa cisimlər təsir etmədikdə cisim sükunətdə qalır. Yaxud düzxətli bərabər sürətlə hərəkət edir. Belə uşaqlar, məsələn, tutalım ki, qələm. Qələmə siz təsir etmədikdə və yaxud da başqa bir külək, yəni başqa bir qüvvə, cisim təsir etmədikdə, bu zaman yəni qələm olduğu kimi qalacaq, sükunətdə qalacaq. Yaxud məsələn maşın. Maşın tutalım ki, saniyədə 10 metr gedir, saniyədə tutalım ki, 5 metr gedir. Əgər ona hər hansı bir cisim təsir etməsə ya da nə bilim başqa bir təsir olmasa, onda düzxətli bərabər sürətlə hərəkətinə davam edəcək. Bu hadisədə nə adlanır? Ətalət adlanır. İndi deyir ki, sükunətdə olan yükü hərəkətə keçirmək istədikdə, bəli, maşın sükunətdə idi, düz deyilmi? Yük də sükunətdə idi. Maşın hərəkət etdikdə yük də artıq axı dəstəksiz qalır. Ona görə də bir müddətdən sonra yerə düşür. Sonra düzxətli bərabər sürətlə hərəkət edən piyada sürətini dəyişir. Bəli, ayağa maneəyə ilişir və bunun sayəsində də irəliyə tərəf yıxılır. Yəni əvvəlki vəziyyətini saxlamaq istəyir də, hərəkətini davam edir. Buna görə də irəliyə yıxılır. Düzxətli bərabər sürətlə hərəkət edən avtobus hərəkət istiqamətini dəyişdikdə, dediyimiz kimi hərəkət istiqamətini dəyişdikdə sərnişinlər sağa, yəni sağa əyildikdə sola, sola əyildikdə isə avtobus sağa hərəkət edirlər sərnişinlər. Oxşar halları bütün cisimlərdə müşahidə etmək olar. Çünki bütün cisimlər ətalətə malikdir. Bunu bir də oxuyuram. Çünki bütün cisimlər ətalətə malikdir. Ətalət nəqliyyat vasitələrində təhlükəsizliyi təmin etmək üçün nəzərə alınır. Ətalət nəqliyyat vasitələrində təhlükəsizliyi təmin etmək üçün nəzərə alınır. Məsələn, avtomobil başqa avtomobillə toqquşduqda və ya sürətini anidən azaltdıqda sürücünün irəliyə hərəkəti dərhal dayanmır. Nəyə görə? Çünki uşaqlar, məsələn, anidən sürətini azaltsa, onda sizdə hər hansı bir sürət dəyişikliyi, hərəkət dəyişikliyi baş verəcək. Məsələn, normal durmusunuz, avtomobildə düzxətli bərabər sürətlə hərəkət edir. Amma anidən qarşısına bir şey çıxır, bir maneə çıxır və sürətini anidən azaldır. Yaxud da başqa bir şeylə toqquşur. Bu zaman nə olur? Siz əgər təhlükəsizlik kəmərini taxmayıbsınızsa, qabağa doğru, yəni avtomobilin şüşəsi ilə toqquşursunuz, zədə alırsınız. Əgər təhlükəsizlik kəmərini bağlayıbsınız, yenə hərəkət olur, amma zədə almırsınız, yəni böyük ehtimalla. O ətalətə görə hərəkətə davam edir və əgər təhlükəsizlik kəməri taxmayıbsa, maşının qabaq şüşəsi ilə toqquşub zədə alır. Cisimlərin ətalət olduğuna görə onların hərəkətində dəyişiklik baş verməsi üçün həmişə müəyyən zaman müddəti tələb olunur. Fəaliyyətə baxaq. Ətalət ilə kütlə arasındakı əlaqənin müəyyənləşdirilməsi. Ləvazimat 1 ədəd 1 qəpik, 1 ədəd 50 qəpik, A4 vərəq. İkinci gedişə. Birinci. 1 qəpiyi A4 vərəqinin üzərinə qoyun. İkinci. Vərəqin kənarından tutaraq onu sürətlə çəkin. Üçüncü. Birinci və ikinci addımı 50 qəpik ilə təkrarlayın. Dördüncü. 1 qəpiyi və 50 qəpiyi şəkildəki kimi A4 vərəqinin üzərinə qoyun və bir neçə dəfə sürət tədricən artırmaqla vərəqi çəkin.
Yəni müzakirə edin. Bunu yəni eləyə bilərsiniz uşaqlar, amma indi gəlin bunu oxuyaq. Fəaliyyət zamanı kütləsi böyük olan cismin daha böyük ətalətə malik olduğu müşahidə edildi. Kütləsi böyük olan cismin vəziyyətini dəyişmək üçün daha böyük qüvvə tələb olunur. Bəli uşaqlar. İndi buna aid suallarımız da olacaq. Yəni suallar olacaq çalışmalarda. Deməli, burada sual verilib. Antilopu ovlamaq istəyən şir onun arxasınca qaçır və ona çatmağa az qaldıqda antilop sıçrayaraq istiqamətini dəyişir. Ətalət anlayışından istifadə etməklə antilopun şikar olmaqdan necə xilas olduğunu izah edin. Burada izah var. Deyir ki, şirin kütləsi antilopun kütləsindən böyükdür. Antilop sıçrayaraq istiqamətini dəyişdikdə daha böyük ətaləti olan şir istiqamətini onunla eyni müddətdə dəyişə bilmir. Antilopun qaçdığı istiqamətə yönəlmək üçün şirə daha çox zaman lazım olur. Bu isə antilopu şirdən uzaqlaşdırmaq üçün vaxt qazandırır. Baxın, burada deyirəm, antilop sıçrayaraq istiqamətini dəyişdikdə daha böyük ətaləti olan şir istiqamətini onunla eyni müddətdə dəyişə bilmir. Baxın, nə deyir? Antilopun qaçdığı istiqamətə yönəlmək üçün şirə daha az vaxt sərf olunur, daha çox zaman lazımdır. Yəni bu nə deməkdir? Şir istiqamətini davam etdirir. Məsələn, antilop sıçrayır, istiqamətini dəyişir. Amma şir artıq o anidən eləyir axı antilop. Buna görə də şir davam eləyir hərəkətə. Amma birdən dayanır, anidən dayanır və istiqamətini o da dəyişir. Anladınız? Bu burada da yazılmışdı ki, o ətalətə görə hərəkətə davam edir və əgər təhlükəsizlik kəməri taxılırsa, bu təbii ki də əlaqəsi yoxdur, amma əsas budur ki, o ətalətə görə hərəkətə davam edir. Nə? Anidən sürətini azaltdı, amma ətalətə görə hərəkətini davam etdirdi. Niyə? Antilop sıçradı, amma o hələ hərəkətini davam etdirir, düz gedir. Aha, Newtonun birinci qanunu. İndi keçirik Newtonun birinci qanununa. Cisim hərəkət edirsə, onu dayandırmaq üçün, sükunətdə olduqda isə hərəkət etdirmək üçün qüvvə tətbiq olunmalıdır. Qüvvə mövzusundan məlumdur ki, cismin hərəkət istiqamətini dəyişmək üçün də ona qüvvə təsir etməlidir. Deməli, cismə qüvvə tətbiq olunmasa, o əvvəlki vəziyyətində qalacaq. Dediyim kimi, məsələn, qələmdir. Qələmə əlavə bir cisim ya da ki, qüvvə tətbiq olunmasa, o əvvəlki vəziyyətində qalacaq. Düz deyilmi? Aha, bəzi hallarda cismə bir neçə qüvvə təsir edir, ancaq bu qüvvələrin əvəzləyicisi sıfıra bərabər olur. Bu halda da cismin sükunət halı və ya düz xətli bərabər sürətli hərəkəti dəyişmir. Burada sayı ilə yazılmış bir qayda var. Cismə təsir etmədikdə, yəni cismə qüvvə təsir etmədikdə və ya təsir edən qüvvələrin əvəzləyicisi sıfıra bərabər olduqda cisim sükunətdə qalır, yaxud düz xətli bərabər sürətli hərəkət edir. Aha. Bilirsinizmi? Ətalət latınca inersiya, yəni inersiya sözündən götürülür və fəaliyyətsizlik deməkdir. Hər hansı qüvvə təsir etmədikdə və ya tarazlaşmış qüvvələr təsir etdikdə onun hərəkəti Newtonun birinci qanunu ilə təsvir olunur. Deməli, cismə hər hansı qüvvə təsir etmədikdə nə olur? Sükunətdə qalır. Və ya tarazlaşmış qüvvələr təsir etdikdə, tarazlaşmış qüvvələr nədir? İkisinin əvəzləyici, yəni tarazlaşmış qüvvələr əvəzləyicisi sıfıra bərabər olan qüvvələrdir uşaqlar. Onun hərəkəti Newtonun birinci qanunu ilə təsvir olunur. Newtonun birinci qanununa görə cisim sükunətdədirsə, sükunətdə qalacaq. Cisim düz xətli bərabər sürətlə hərəkət edirsə, düz xətli bərabər sürətlə hərəkətə davam edəcək. Aha. Sual yenə verilib. Dronun yer dəyişməyə görə sürəti sabitdirsə, ona təsir edən qüvvələrə dair hansı nəticəyə gəlmək olar? İzah. Yer dəyişməyə görə sürətin sabit olması onun qiymət və istiqamətinin dəyişmədiyi mənasına gəlir. Newtonun birinci qanununa əsasən bu halda mümkündür ki, drona təsir edən qüvvələrin əvəzləyicisi sıfıra bərabər olsun. Nazikliklər bağlanıb. İpi aşağıdan yavaş-yavaş dartdıqda yuxarıdakı ip qırılır. İpi birdən dartdıqda isə aşağıdakı ip qırılır. Bu hadisənin səbəbini izah edin. Gəlin səbəbini izah edək. Deməli, A variantında aşağıdan yavaş-yavaş dartıb və yuxarıdakı ip qırılıb. B variantında isə birdən dartıb aşağıdakı ip qırılıb. İndi görək niyə belə bir şey olur. Metal halqaya biz görürük ki, iki ip bağlanır. Biri yuxarıdan, biri aşağıdan. İpi yavaş dartanda yuxarıdakı ip qırılır. Niyə görə? Çünki qüvvə əvvəlcə halqaya ötürülür və ipin gərilməsi yuxarıda toplanır. Düz deyilmi? Qüvvə əvvəlcə, bir də oxuyuram.
Qüvvə əvvəlcə halqaya ötürülür və ipin gərilməsi yuxarıda toplanır. Nəyə görə? Çünki baxın, yavaş-yavaş dartırdı, düz deyilmi? Əvvəlcə halqaya təsir elədiyinə görə halqa da ipi dartır, yuxarıdakı ipi. Ona görə o qırılır. Amma axı ip ikincidə isə birdən dartanda da yəni ki, qüvvə çox qısa zamanda, yəni ani təsirdə olur. Buna görə də aşağı ip qırılır. Yəni halqaya tam ötürülmür də, həm də halqa ağırdı axı. Ona görə də birdən dartanda aşağı ip qırılır. İndi gəlin ikinci çalışmaya baxaq. Təyyarə 720 km saatda 720 km sürətlə şəriqə uçan təyyarədə masa üzərinə qoyulmuş stəkan hərəkətsiz vəziyyətdədir. Stəkana təsir edən qüvvələrə dair hansı nəticə gəlmək olar? Hansı nəticə gəlmək olar? Stəkana təsir edən qüvvələr taraz vəziyyətdədir. Yəni qüvvələrin əvəzləyicisi sıfırdır ki, tarazlaşmış qüvvələr ki, ona təsir edən qüvvələr o hərəkət etmir, yəni sabit qalır. İndi isə üçüncü çalışmaya baxaq. Düzxətli bərabər sürətlə hərəkət edən qatarın dartı qüvvəsi məlumdursa, ona təsir edən müqavimət qüvvəsinə dair hansı nəticə gəlmək olar? Hansı nəticə gəlmək olar? Hərəkət edən qatarın dartı qüvvəsi məlumdursa, ona təsir edən müqavimət qüvvəsinə dair hansı nəticə gəlmək olar? Deməli, əlimizdə nə var? Bilirik ki, qatar düzxətli bərabər sürətlə hərəkət edir və dartı qüvvəsi də məlumdur. Dartı qüvvəsi məlumdur. Düzxətli bərabər sürətlə hərəkət edirsə, onda onun nədir? Onun hərəkətdə sıfırdır da onun necə deyim, hərəkəti. Dartı qüvvəsindən də müqavimət qüvvəsini çıxsam, sıfır qalacaq. Çünki dartı qüvvəsi məlumdur, müqavimət qüvvəsi də bilinmir. Hansı nəticə gəlmək olar? İkisi də bir-birinə bərabərdir. Öyrəndiklərimizi yoxlayana keçək. Ətalət nədir? Ətayət nədir? Dediyim kimi, cismə başqa cisimlər tərəfindən təsir olunmadıqda cisim sükunətdə qalır, yaxud düzxətli bərabər sürətli hərəkət edir. İki cismin ətayətini nəyə əsasən müqayisə etmək olar? Uşaqlar, ətayətləri, yəni iki cismin ətayətini kütlələrinə görə müqayisə etmək olar. Burada da kütləsi böyük olan ətayət daha böyükdür. Yəni qısaca belə yaza bilərsiniz ki, iki cismin ətayətini onun kütləsinə görə müqayisə etmək olar və kütləsi böyük olan ətayət daha böyükdür. Yəni kütləsi böyük olanın ətayəti daha böyükdür. Sonra şəkildə təsvir olunmuş hadisəni izah edin. Burada velosipedçi hərəkət edir və qarşısında bir maneə çıxır və hərəkət sürətinin dəyişir. Burada nə olur? Velosiped ani dayanır. Onda sürücü inersiya səbəbindən irəli hərəkətini davam etdirir və qabağa doğru yıxılır. Bu nədir? Ətalət hadisəsidir. Yəni, əvvəlki vəziyyətdə qalmaq üçün hərəkətini dayandırmır da, maneə ilişir, hərəkətini dayandırmır və qabağa tərəf yıxılır. Üçüncü sual. Hansı halları izah etmək üçün Newtonun birinci qanunundan istifadə olunur? Hansı halları izah etmək üçün Newtonun birinci qanunundan istifadə olunurdu? Dediyimiz kimi, cismə hər hansı qüvvə təsir etmədikdə və ya tarazlaşmış qüvvələr təsir etdikdə cisim sükunətdədirsə, sükunətdə qalır, düzxətli bərabər sürətlə hərəkət edirsə, hərəkətə davam edir. Yəni, düzxətli bərabər sürətlə hərəkətə davam edir. Bu nədir? Bu hadisə Newtonun birinci qanunu ilə təsvir olunur. Yəni, onun hərəkəti Newtonun birinci qanunu ilə təsvir olunur. Dördüncü sualda deyir ki, hərəkət edən arabacığın üzərində kütlələri fərqli olan iki cisim var. Arabacıq birdən sürətini azaltsa, bu cisimlərin hərəkəti bir-birindən necə fərqlənir? Uşaqlar, deyir ki, kütlələri fərqlidir. Biri ağır, biri yüngül olarsa, ilk sizcə hansı düşər? İlk təbii ki də yüngül düşər. Çünki dediyimiz kimi kütləsi böyük olan cismin vəziyyətini dəyişmək üçün daha böyük qüvvə tələb olunur, daha böyük güc tələb olunur. Yəni misal tutalım ki, elə bunu yükə misal göstərmək olar. Məsələn, maşın hərəkət eləyir, elə arabacığı deyək. Biri ağırdır, biri yüngül. Yüngül hərəkətə başladıqda yüngül diyirlənəcək və yerə düşəcək. Amma ağır ən azından özünü 1-2 dəqiqə də olsa hərəkətdə saxlaya biləcək və yaxud da daha ağırdısa
o zaman çox hərəkətdə qala bilər. Bugünkü dərsimiz bu qədər uşaqlar. Hansı dərsi izah etməyimi istəyirsinizsə, şərhlərdə və yaxud da hansı sualı izah etməyimi istəyirsinizsə, şərhlərdə deməyi unutmayın.